Choose the correct sentence with the noun in the possessive case. Yiyəlik halda olan isimli düzgün cümləni seçin. A variantında the dogs running in the park are his mother's qeyd olunur. Burada his mother's qeyd etdikdə his mother apostrof s ilə verilməlidir. Çünki onun bir anasından söhbət gedə bilər, anaları yox. B variantında the books of these students was on the table. Ofla təbii ki, yiyəlik hal verilə bilər. Sadəcə işarə vəzli ilə ismin uzlaşması doğru deyil. B students cəmdə verirsə, these deyə işarə vəznində cəmdə yazmalıydıq. C variantında I borrowed the car from the black sun. Əgər Z artikli istifadə etmişiksə, soyad cəmdə olmalıdır, yəni S apostrof verilməli idi. D variantında the teacher's explanation was clear. Müəllimin izahı aydın idi. Müəllim təbii ki, apostrof S ilə, izah sözü isə zaten təkdə qeyd olunub, xəbərimiz təkdə düzgün götürülür. Burada cavabımız Y variantında isə I saw my friends last weekend. Mən keçən həftə sonu dostlarımı gördüm. Burada isə ümumiyyətlə yiyəlik hal yoxdur. Düzgün cavabımız D variantında qeyd olunmuşdur.